xüsusən evdə, valideynlərlə, onlarla pis davranmaq olmaz. Ola bilər nəsə desinlər. Təbii ki, görürlər televizorda, görürlər qəzetlərdə danışırlar kimlə gəldi. Deyir ki, Əbubəkir məscidi belə, Əbubəkir məscidi adam yiyənlər də orada. Bəs Əbubəkir məsciddə palbalda tanklar var, aşağıda, bəs burada poligondur və s. Təbii ki, İslamdan bilmir, olmayıb məscidlərdə heç. Baxır, deyir ki, nə oğlum hara gedir? Təbii haldır, təbii. Gəlib başqa fahişxanalardan danışmaqdansa buradan danışırlar. Neysə, deməli, təbii haldır. O da deyir ki, oğul, yavaş, gelmə ora və s. Sən deyirən, yaxşı ata, yaxşı, yəni yola ver bir tər, belə, lazım öyle, yox, sən düz demirsən və s. Lazım deyil, olmaz. Onlarla yaxşı davran. Anana bax ki nə, ataya bax ki nə. Düz deyə, onlar da əsasən qonşular zaddır. Öz ailələrini fikir vermirlər. Deyirlər ki, hüküm uşaq idi. İçirdi, nəşə və s. və s. Kimsə namusuna toxunurdu. O olar. Gül kimi uşaq idi, maşallah. Buna baxın, koran uşaq. İçmir, kimsə namusuna toxunmur, ailəsinin namusuna nəşə çəkmir və s. Koran uşaq. Allahu Ekber. Görürsən, səfihlik nə dərəcədədir? Ona görə sən yavaş-yavaş, bunun ağlına bax. Bu necə fikirləşir insaniyyətliyi, təmiz insan, kişi insanı. Ona görə hər şey dəyişib, ona görə yavaş-yavaş lazımdır. Yavaş-yavaş. Sən deyinən, qəbul eləyir, eləmir, eləməsin. Sən tutub cəmaatı məcbur elətdirilməsə heç kəsə. Səndən deməkdir, sən haqqı deyil, lakin əxlaqla, elmlə və ən birinci əsasla da o da təvhiddir. Tək yalnız Allah Subhanahu taala ibadət etmək. Allah Subhanahu taala buyurur ki, "Udu ilə səbili rabbika bil hikmeti vel mev'izatil hasana və cadilhum billati hiya ahsan." Əl-Əyə. Nəhl surəsi 125-ci ayə. Allah Teala bu ayədə göstərir dəvətin qaydasını. Deyir, Allahın yoluna dəvət elə, yalnız Allahın hikmət ilə, gözəl söhbətlərlə və mübahisə olsa münaqişə, gözəl münaqişə elə. Əxlaqla, nəzər almaqla hər şeyi, məntiqlə, ağla batan yəni. Görürsən, həmçinin mühümdür, qardaşlar, dəvəti münasib olmaq. Məsələn, indi görürsünüz, bu 8 martda çıxıb ortaya, kafirlər çünki onlarda, bu qeyri-müsəlmanlarda, onlarda qadına hörmət yoxdur. Onlarda və əslində qadına hörmət yoxdur onlarda. Nə qadına, nə valideynə, ata-anaya hörmət yoxdur. Ona görə onlar məcbur olublar, nəsə hərəsinə bir gün təyin eləmək ki, bir gün heç olmasa gül vermək. Amma İslamda isə qadına hər gün hörmət var. Hər gün qadına hörməti buyurur, əmr edir. Lazım da öyle, indi görsən birdən belə şey, lazım da sərt yanaşmaq. Bu adam tohiddən uzaqdır ələm və ya tohid qarışıqdır. Hər şey var, qəbir və s. əski-müski içində, dəmir-dümür. Sən bununla, bu məsələləri, o məsələləri hələ mübahisə eləmə. Dinə və la ilahe illallah və mənası budur. Bu kəlmə, müsəlman bilməlidir bu kəlməni, deməlidir, bilməlidir və buna uyğun əməl olmalıdır. Buna uyğun da əməllər belə olur, belə. O, hələm o, sonraki söhbətlərdə olar. Yoxsa qalxmaq, yox, birinci bu lazımdır. Yox, sən kafirsən və s. Bu, sadəcə Peyğəmbərlərin yoludur, qardaşlar. Ona görə belə məsələlərə fikir ver, çalış dəvət eləyinən, dəvətdən yayınma, sadəcə əxlaqla, ədəblə və ən birinci evdən başla, qohumlarla, qonşularla və bu, Allah Teala əmr edib bizə və Allah Subhanahu bizə faydalardan etsin. Allah Teala xalqımıza hidayət versin. Allah Subhanahu o müsəlmanlar ki, xəstələrlə yarabalar şəfa ver. İnşallah, ya Rabbi, ölkəmizə həmçinin müsəlman ölkənin xətadan baladan qoru. Ya Rabbi, həmçinin Qarabağı bizə qaytarmağa kömək ol. Həmçinin, ya Rabbi, bütün müsəlmanlara kömək ol. Həmçinin məscidimizi və həmçinin əhlin fitnədən və fəsaddan qoru, ya Rabbi. أقول هذا وأستغفر الله لي ولكم ولسائر المسلمين من كل ذنب استغفروه إنه هو الغفور الرحيم.